Salam, hər vaxtınız xeyir olsun. İzah edirəm sizə dəyişən cəryan qanunlarını. Dəyişən cəryan istiqaməti və cəryan şiddəti zamana görə periodik dəyişən cəryandır. Dəyişən cəryan uşaq sxemlərdə baxın bu cür işarə olunur. Belə bir işarə görsəz bilməz ki, bu artıq sabit cəryan dövrələri deyil, dəyişən cəryan dövrələridir. Dəyişən cəryan uşaqlar məişətimizdəki işıqlandırma sistemlərini, elektrik cihazlarını və s. işə salır. Daha sonra dəyişən cəryan əsnələr, dəyişən cəryan generatorlarında, dəyişən cəryan generatorlarına qalvanik element, elektrostatik maşın, qüvvə bateriyaları, termobateriyalar və s. misal göstərmək olar. Dəyişən cəryan generatorun iş prinsipi elektromaqnetik nüksi hadisəsinə əsaslanır. Əsas iki hissədən ibarətdir: rotor və stator. Rotor tərpənən hissədir, stator isə tərpənməz hissədir. Rotor ibarət olur ya sabit maqnitdən və ya elektromaqnitdən, stator isə keçirici dolaqlardan ibarət olur. Deməli, rotoru fırlatmaq üçün bizə lazımdır mexaniki enerji. Yəni rotor fırlanarkən orada onun fırlanması mexaniki enerjidir. Həmin o rotorun fırlanması hesabına əmələ gələcək burada elektrik sahəsinin enerjisi, yəni dəyişən cəryan əmələ gəlmiş olur. Tutaq ki, naqil çərçivə bir cisim maqnit sahəsində omega bucaq sürəti ilə fırlanırsa, maqnit sili, baxın, dəyişir. Fi maksimum kosinus omega t qanunu ilə. Onda bilirdik ki, yaranan induksiya EHQ bərabər edinəyə mənfi finin zamana görə törəməsinə. Buradan törəmə alsaq alarıq ki, deməli, kosinusun törəməsi bizə verir mənfi sinusu. Qarşısında bir mənfi olduğuna görə alacaq ki, müsbət. Deməli, fi maksimum omega bilirdik, törəmə tapanda gəlir qarşıya və bu isə sinus omega t-yə çevriləcək. Deməli, uşaqlar, EHQ-nın maksimal qiyməti olacaq fi maksimum omega. EHQ maksimal bərabərdir fi maksimum vurulsun omega. Omeganın da yerinə 2pi-ni 2pi bölü t yaza bilərsiniz və ya fi maksimumun da yerinə base yaza bilərsiniz. Base omega. Əgər dolaqların sayı n sayda olarsa, üstü olacaq n base. Deməli, uşaqlar, EHQ maksimalının qiymətindən asılı, dolaqların sayından asılıdır. Nə qədər çox dolaq olarsa, bir o qədər daha böyük orada biz yarada bilərik. Böyük induksiya EHQ yaranacaq və omeganın içərisində olan 2pi-ni 2pi bölünsün t-dən və ya düsturda gördüyünüz kəmiyyətlərdən asılıdır. Bu belə uşaqlar. Sonra gəlir transformatorlar. Transformatorlarda nə üçün istifadə edir? Gərginliyi uzaq məsafələrə ötürmək üçün və ya gərginliyi artıb azalda bilən qurğulardır. Transformatorlar sxemlərdə bu cür işarə olunur. Onun da iş prinsipi elektromaqnetik nüksi hadisəsinə əsaslanır. Baxın uşaqlar, burada stansiya var. Burada yüksəldici gərginlikdir. 25.000 gərginlik var. Baxın, yüksək gərginlik alətləridir. 400 kilovoltdur. Daha sonra alçaldıcı transformatorlar gəlir. Alçaldıcı transformatorlarda gərginlik get-gedə azalır və evlərimizə çatanda, istehsalat yerlərinə çatanda bu artıq olacaq 220 volta qədər azalmış. Yəqin ki, eşitmişsiniz. Transformator alçaldıcı da ola bilər, yüksəldici də ola bilər. Çıxışdakı dolaqların sayı və girişdəki gərginlik dolaqların sayından və gərginliyindən böyük olarsa, bu, deməli, çıxışdakılar böyük olanda yüksəldici, çıxışdakılar kiçik olundasa alçaldıcı transformator adlanır. Transformasiya əmsalı K hərfinə işarə olunur. Məsələn, tutaq ki, alçaldıcı transformatordur və ya yüksəldici transformatordur, fərqi yoxdur. Baxın, ikinci dolağı, çıxış dolağı boşuna işləyirsə, yəni heç bir işlədiciyə qoşulmayıbsa, orada cəryan keçmir. Onda belə olacaq da, o bərabər olacaq EHQ-ya. Modulca, yəni O1 bərabər olur EHQ1-ə, O2 də bərabər olur EHQ2. Onda transformasiya əmsalımız üçün, çünki şu an nəyə görə belə yazırıq? Dolaqlarda əmələ gəldi induksiya EHQ və boşuna işləyəndə biz demişdik ki, açıq dövrlərdə o nəyə bərabər olur? EHQ-ya. Onda gərginliyimiz EHQ-ya bərabərdir və N1 bölü N2 bərabər olacaq. Baxın, uşaqlar, EHQ N-dən düzmü tənsib asılıydı axı? EHQ-nı N-dən düzmü tənsib almışdıq. N1 bölü N2 bərabər EHQ1 bölü EHQ2 də yaza bilərsiniz və ya O1 bölü O2 də yazırıq. Biz O1 bölünsün O2. Deməli, uşaqlar, N1 girişdəki dolaqların sayı, N2 çıxış, yəni də O1 giriş, O2 çıxışdır. Burada dedik ki, əgər O2 böyük O1, N2 böyük N1 olarsa, bu yüksəldici gərginlikdir və yüksəldici gərginlik olduqda, uşaqlar, fikir verin, tutaq ki, N1 1-dir, N2 2-dir. Yüksəldicidir, düzdürmü? Çıxışdakılar bu yolda yüksəldici olur. K10-da kəsildi qiymətlər alacaq, yəni vahiddən kiçik qiymət alır. Belə olduqda bu olur yüksəldici gərginlik. Əksinə olarsa, yəni çıxışdakılar kiçik olarsa, K birdən böyük qiymətlər alacaq. Bu da olacaq alçaldıcı transformator. İndi uşaqlar, əgər hər hansı bir işlədici qoşulubsa, onda belə olacaq. O2 üstə gəlinsin.
E2, R2 bu hardan çıxır? Siz bilirsiniz ki, o bərabərdir. EH qıçıq yerdir. Bizdə düşdürümüz EH-qlardan idi. Deməli, buradan da EH nəyə bərabər olacaq? O üstə gəlinsin İR-ə. Aha, daha sonra uşaqlar, transformatorlarda güc etkisi yoxdur demək olar ki, 95% və ya 95% bir-birinə bərabər və ya 2-3% bir-birindən çox cüzi fərqlənir. Ona görə güc girişdəki və çıxışdakı gücü təxminən bir-birinə bərabər götürsək, onda belə bir ifadə alırıq. E1 O1 bərabərdir E2 O2-yə. Buradan da görərik ki, I ilə O bir-birlərindən tərs asıdır. Yəni transformasiya əmsalındakı N1 böl N2, O1 böl O2 və E2 bölünsün E1 nisbətini almış olaraq. Deməli, uşaqlar, sayı və gərginlikdə çıxışdakılar böyük olanda yüksəldici, amma cəryan sonu tamamilə tərsinə olacaq. Cəryan kiçik olduqda yüksəldici, böyük olduqda isə alçaldıcı transformator sayılmış olacaq. İndi uşaqlar, burada çıxışdakı və girişdəki tezliklər də bir-birinə bərabər olmuş olur. Onu da unutmayın. Güc itkisi uşaqlar cüzidir, amma faydalı əmsalımız üçün belə bir düsturumuz var. P2 böl P1 vurulsun 100% və ya E2 O2 bölünsün O1 E1 O1 vurulsun 100%. Yenə də qiymətimizi 100%-ə yaxın bir qiymətlər almış olacaq. Deməli, uşaqlar, burada nəyə görə güc bir-birinə bərabərdir? Məsələn, əgər Q bərabər E kvadrat RT ifadəsini istifadə etsəydik, cəryanı artırdıqda və ya baxın O kvadrat böl R vur T ifadəsini istifadə etsəydik, bizə lazım tutaq ki, yüksəldici transformator. Onu artırsaydı, istik miqdarı da kəskin artacaqdı və dövrələr sıradan çıxacaqdı. Aha, bu belə. Daha sonra uşaqlar görə nə ediblər? Gücü sabit saxlayıblar. Güc sabit qalıb. Onu artırdıqca, baxın, O artır, E artır, istik miqdarı artır. Gücü sabit saxladığına görə düşdüyümüz olub I vur O və ya Q bərabər I-U-tu fərq eləməz. Onu artırdıqca güc sabitdir axı. Güc sabitdir. I də başlayır nə deməyə? Azalmağa. Deməli, ayrılan istik miqdarı da çox cüzi olmuş olacaq. Ona görə də gücü sabit saxlayıb gərginliyi rahatlıqla artırmaq olur və ayrılan istik miqdarı çox kiçik olmuş olacaq. Sonra bir də ki, P bərabər EU kosinus fi düsturumuz var. Burada kosinus fi güc əmsalıdır. Elektrik enerjisinin hansı hissəsinin mexaniki və ya daxili enerjiyə, yəni itkiyə çevrildiyini bildirir bizə. Burada uşaqlar I maksimum, O maksimum bölü 2 kosinus fi ifadəsində yaza bilərsiniz. I və O cəryan və gərginliyin təsir edici qiymətləri. I maksimum, O maksimumsa onların maksimal qiymətləridir. I və I maksimumdan kök altda 2 dəfə az olur. Təsir edici qiymətimiz kök altda 2 dəfə az olur. O da həmçinin O maksimaldan kök altda 2 dəfə az olmuş olur. Uşaqlar, I və O ampermetr və voltmetrin göstərişləridir. Deməli, təsirci qiymətlər ampermetr və voltmetrlərin göstərişləridir və həmin təsirci qiymətlər maksimal qiymətlərdən kök altı 2 dəfə az. Sizin əksini soruşa bilər. Maksimal qiymətsə, yəni amplitud qiymətsə, təsirci və ya aynı qiymətdən kök altı 2 dəfə böyük olmuş olacaq. Aha, bu belə uşaqlar. Tutaq ki, indi gəlin baxaq aktiv müqavimətə. Aktiv müqavimət. Aktiv müqavimət, yəni müqaviməti nəzərə alınan cihaz mənasında başa düşə bilərsiniz. Tutaq ki, dəyişən cəryan dövrəsinə, yəni generatora qoşulub yalnız rezistor. Rezistorun dəyişən cəryanı göstərdiyi müqavimət aktiv müqavimət adlanır və rezistorun müqavimətini düsturu bilirsiniz ki, rol bölünsün ES, bir də temperaturdan asılığı vardı. Metal olduğuna görə temperaturdan xətti düzüm tənasib asılı idi. Deməli, uşaqlar, burada dəyişən cəryan dövrəsində rezistora verilən gərginlik və ya cəryan çevriləcək istiliyə və həmin istiliyi bilirik ki, rezistor ilə bir proses baş vermir, yəni həmin enerjini təzədən dövrəyə qaytarmır. Deməli, burada güc etkisi nəzərə alınacaq və güc P bərabərdir EU kosinus fiyə görə uşaqlar. İndi buradan kosinus fiyin qiymətini tapmaq lazımdır ki, görək nə qədər hissəsi veriləcək, deməli, aktiv müqavimətə və ya itkiyə veriləcək. Deməli, uşaqlar, burada I bərabər O bölürdü Ohm qanunumuz və ya I maksimal bərabər O maksimal bölünsün R-dir. Tutaq ki, O dəyişir burada. O maksimal kosinus omega T qanunu ilə və I də ki, uşaqlar, I-ni tapanda O-nu R-ə bölürük. Zamanı bölmədiyimizə görə heç bir törmə tapmırıq. Deməli, I maksimal da I də bərabər olacaq. I də bərabər olacaq. Elə o da I maksimal kosinus omega T. Çünki heç bir törmə tapmadım. Sadəcə I maksimalın qiyməti nədir? O maksimal bölünsün R-dir.
Deməli uşaqlar bunlar eyni fazada rəqs edir. Eyni fazada rəqs etmək o deməkdir ki, bunlar arasındakı faza fərqi sıfıra bərabərdir. Kosinusda sıfırda nə alırdı? Maksimal bir qiymət alırdı. Onun deməli güc bərabər olacaq. Orta gücdən gedir söhbət. i vurulsun o-ya. Aha. Kosinus fi bilirik ki, uşaq 0 dərəcədə maksimal, yəni 1-ə bərabər olduğundan deməli gücümüz burada orta güc i vur o-ya və ya uşaqlar dediyimiz kimi i maksimal u maksimal bölünsün 2-yə bərabərdir. Bu ifadələri həmçinin uşaqlar bildiyiniz kimi i maksimal kvadrat vurulsun 2-yə və ya u maksimal böl 2 vurulsun r. Daha sonra u maksimal kvadrat bölünsün 2 vurulsun r-də yazıb hesablamalarınızı apara bilərsiniz. Deməli, uşaq burada nə baş verir? Tutaq ki, u və i hər ikisi də eyni fazadadır. Fikir verirsiniz. Biri sinus, biri kosinus qalın dəyişməz. İkisi də eyni fazadadır və burada üstülarınızda uşaqlar baxın, r-in yerinə rol bile s yazırıq. Burada heç bir tezlik yoxdur. Deməli, bunların u maksimal, i maksimal, müqavimət, aktiv müqavimət bunların heç biri tezlikdən, perioddan, omegadan aslı deyil. Sizə verir dəyişən cəryan dövrəsinin tezliyini artıranda i-nin, u-nun, r-in qiymətləri necə dəyişəcək? Bunların qiymətləri necə dəyişəcək? Deyir ki, dəyişmir, çünki düsturumuzda yoxdur onlar. Aha. Aha. Bu u i-də nisbətən bundan aşağıda. Belə. Aha. Deməli, gücdə isə kosinusun kvadratıdır. Yəni, burada biz mənfiyə düşməyəcək və orta güc uşaqlar, baxın, bu hissədir. Deməli, bu qrafik çəkdiyimiz ani gücdür. Ani güc zamana görə dəyişir. Amma orta güc isə zamana görə sabit qalan gücdür. Aha, deməli, burada baxın, orta qiymətimiz sıfırdan fərqli bir qiymət aldıq. Daha sonra uşaqlar, gəlir reaktiv müqavimətlərdən. Tutaq ki, dövrəyə qoşmuşuq kondensator. Dəyişən cəryan dövrəsinə qoşmuşuq kondensatoru. Və uşaqlar, burada kondensatorun dövrəyə göstərdiyi müqavimət tutum müqaviməti adlanır. Tutum müqaviməti. Aha. Deməli, uşaqlar, burada tutaq ki, yük dəyişir. Kosinus qanunla Q maksimum, kosinus omega t. Elə u da bunun eyni qanunu dəyişəcək. Olacaq u maksimum, kosinus omega t. Çünki bilirik ki, o nəyə bərabərdir? Q bölsəydi və burada heç bir törəm almadığımıza görə eyni qanunla dəyişirlər. Amma indi cəryan şiddətini tapmaq lazımdır. Cəryan şiddəti uşaqlar Q-nin zamana görə bir qat törəməsi idi. Onda Q olacaq mənfi i maksimum, sinus omega t. Aha. Deməli, uşaqlar, burada i-ni Q-dən törəmə tapdığımıza görə, deməli, i bunlardan pi bölü 2 qədər qabaqdadır. Kondensator qoşulmuş dövrədə i, u və q rəqslərini pi böl 2 qədər qabaqlayır və ya əksinə qabaqlayır. Və ya əksinə u və q i-dən pi böl 2 qədər geri qalırlar. Deməli, şu an burada artıq faza fərqi yarandı və faza fərqi pi böl 2 qədər oldu. Onda güc üstünü yazsaq i, u vurulsun kosinus fi-dir. Fi pi böl 2-də, yəni 90 dərəcə sıfıra bərabər olduğuna görə ifadəmiz 0 olacaq. Deməli, burada orta güc 0-a bərabərdir. Nə baş verir uşaqlar burada? Aynı gücün qrafiki baxın belə olacaq. Çünki baxın, biri müsbət, biri mənfidir. Deməli, bu da müsbət mənfini bir-birinə vuranda mənfi olacaq, mənfi hissəyə düşür və orta güc, baxın, bu hissədir. Deməli, orta güc nəyə bərabər oldu? 0-a bərabər oldu. Burada fikir verirsiniz, bir tam dövr ərzində, baxın, bir tam dövr ərzində 2 müsbət, 2 mənfi hissə var. Bu nə deməkdir? Dəyişən cəryan dövrəsindən kondensatora enerji verilir. Həmin kondensator da müəyyən müddətdən sonra həmin enerjini dövrəyə qaytarır. Yəni, burada güc itkisi, orta güc 0-a bərabər olmuş olacaq. Bəs uşaqlar, kondensatorun göstərdiyi müqavimət nəyə bərabərdir? Kondensatorun dövrəyə göndərdiyi müqavimət deyə adlanır tutum müqaviməti və x hərfi ilə işarə olunur. İndi tabaq görə uşaqlar x nəyə bərabərdir? Burada ohm qanunumuz i maksimum bərabərdir. O maksimum böl x-dir. Daha sonra uşaqlar bərabərdir. Bizə lazımdır x-ni tapmaq. Gəlin bunu aşağıdan yazım. Bir də uşaqlar, baxın, buradan deməli törəmə alanda nə aldıq? Q maksimum vurulsun i maksimum tapanda i maksimum düzlədim. i maksimum bərabər idi. Q maksimum vurulsun omega idi. Düzdürmü? İndi gəlin baxaq uşaqlar, buradan x-ni tapmağa çalışaq. X-i bərabər olacaq. O maksimum bölünsün i maksimum. Buradan da uşaqlar o maksimum olduğu kimi qalsın. i maksimum yenə Q maksimum omega yazaq. Q maksimum vurulsun omega yazaq. Daha sonra bərabərdir. Q maksimumun da yerinə yazacaq ki, deməli, C u maksimum.
U maksimum bölünsün C, U maksimum vur omega. Buradan uşaqlar o maksimumlarımız getdi. Aldıq ki 1 bölünsün omega C. Deməli uşaq siz çıxarılış yox, sizə lazımdır düsturun özü. Deməli uşaq Ohm qanunumuz tutum müqaviməti qoşulmuş dövrdə, kondensator qoşulmuş dövrdə I maksimum bərabər maksimum bölü x idi. X-in də düsturu 1 bölünsün omega C idi. Onda uşaq bu ifadədə x-in yerinə 1 bölü omega C yazsaq, onlar qalxacaq yuxarı. Deməli I maksimum omega C ilə düzüm tənsib asılı olmuş olacaq. Bu nə deməkdir? Omeganın yerinə əgər siz 2 pi-ni 2 pi bölü t yazsanız, görəcəksiniz ki, dəyişən cəryan dövrəsində əgər kondensator qoşulubsa, onda cəryan şəklinin rəqsləri tezliklə düz mütənasib asılı olmuş olar. Periodla isə tərs mütənasib asılı olmuş olacaq. Və senin də yerinə yeni ifadələrimizi yazıb, epsilon 0 bölü d yazıb hesablamlarımızı apara bilərik. Bu da oldu sizdə tutum müqaviməti. Deməli, tutum müqavimətinə kondensator qoşulmuş müqavimətdə nə fikir verməlisiniz? Burada E U-dan pi bölü 2-yə qədər qabaqdadır. Orta güc 0-a bərabərdir. Göstərilən müqavimət tutum müqaviməti və tutum müqaviməti yalnız asılıdır 1 bölü omega C-dən, I maksimumdan, U maksimumdan asılı deyil. Yalnız verilən qiymətlərdən omeganın yerində, yəni omeganın da çəbər, C-nin də çəbər həmin qiymətlərdən asılıdır. Bir də ki, Ohm qanunumuz normalda U bölü R deyil. Burada indi R-in yerinə nə yazırıq? XC yazırıq. XC deməli nəyin yerinə yazdıq? R-in yerinə. Deməli elə bu da müqavimətdir və bunun da vahidi nəyə bərabərdir? Ohma bərabərdir. Deməli, burada artıq tezlikdən və perioddan asılılıq var. Siz əsas Ohm qanunu bilsəz, yəni I maksimum bərabər U maksimum bölü XC-dir. I-nin tezlikdən asılılığını istəsə, onun tezlikdən asılılığını istəsə, düsturu yazıb özünüz çıxardırsınız. Yəni başqa nəyəsə getməyə ehtiyac yoxdur. Daha sonra uşaqdakı ki, dövrəyə sarğac qoşulub. Sarğacın da dövrəyə göstərdiyi, dəyişən cərana göstərdiyi müqavimət adlanır induktiv müqavimət. İnduktiv müqavimət adlanır. Deməli, uşaqlar, burada nəyə baxmaq lazımdır? Artıq burada cəryan şiddətinin dəyişməsi hesabına yadınıza düşürsə, yaranır da EHQ. Deməli, yaranan induksiya EHQ bərabər edinəyə mənfi el vurulsun I-nin zamana görə törəməsinə. I-nin zamana görə törəməsi idi. Onda burada tutaq ki, bizdə cəryan şiddəti I maksimum sinus omega t qanunu dəyişir. Onda görə EHQ hansı qanunu dəyişmiş olacaq? EHQ da uşaqlar deməli dəyişəcək. El vurulsun I-nin törəməsi, yəni belə deyək də el I maksimum omega gəldi qabağa. Çünki bunun törəməsinə verəcək omega gəlir qabağa. Sinus omega t də bərabər olacaq. Müsbət kosinus omega t-yə. Uşaqlar deməli tam dövrə hissəsi üçün Ohm qanunu yazsaq, U üstə gəlinsin EHQ el bərabərdir I vurulsun R olar. Və biz də burada sarğacın müqaviməti, induktiv müqaviməti nəzərə alınmadığından R bərabər 0 olarsa, yəni bu hissə 0-a bərabər olur, U bərabər olacaq mənfi EHQ elə. Deməli, U EHQ-nın mənfi işarəsinə bərabər olmuş olacaq. Onda belə başa düşürük ki, U bərabər olacaq el I maksimum omega kosinus omega t. Baxın, bu ifadənin mənfi qiyməti. Deməli, uşaqlar burada U I-nin rəqslərindən pi bölü 2 qədər qabaqdadır. Sonra bunun qabaqda olduğunu belə də yaza bilərik. Məsələn, I əgər dəyişirsə sinus qanunan I maksimum sinus omega t-dir, düzdürmü? Onun dəyişməsində belə yaza bilərik. U bərabərdir U maksimum. Buradakı ifadə olsa bizə U maksimumu verir. Deməli, sinus omega t pi üstə gəlsin pi bölü 2. Üstə gəl pi bölü 2 yazdıq. Deməli, burada U deməli I-nin rəqslərindən pi bölü 2 qədər qabaqdadır. Və pi bölü 2 qədər qabaqda olduğuna görə yenə güc əmsalımızda kosinus fi pi bölü 2 90 dərəcə 0 olduğundan elə bizdə 0 almış olacaq. Deməli, burada da güc etkisi nəzərə alınmır. İndi uşaqlar, bax, yuxarıdakı ifadədən O maksimum dedik ki, bərabərdir. El vurulsun, el omega vurulsun, I maksimuma belə yazaq. Burada Ohm qanunumuza görə, deməli, bura bizə verəcək müqaviməti. Sarğacın da dövrəyə göstərdiyi müqavimət induktiv müqavimət XL hərfini işarələnir. Deməli, XL bərabərdir. Omega vur elə. Omeganın yerinə uşaqlar yenə deyirəm. 2 pi bölünsün T və ya elin deyərinə müəyyən 0 yazıb ifadələrinizdə asılları qura bilərsiniz. XL yalnız buradakı kəmiyyətlərin asılı, başqa I maksimumdan asılı deyil, yenə bayaqki qaydada. Asılı deyil bunlardan. Məsələn, tapmaq istəyirik I-ni, Ohm qanunumuza yazaq, I maksimum bərabərdir. O maksimum bölünsün XL-ə. XL-in də yerinə nə yazacaq? Omega L yazırıq və omeganı aça bilərik. Və açanda görəcəyik ki, I maksimum bu səfər tezliyi ilə tərs, periodla düz mütənasib asılı olmuş olacaq. Sonra indi baxaq tam müqavimətə. Tam müqavimət.
Deməli, tam müqaviməti tutaq ki, dövrəyə həm rezistor, həm kondensator, həm də sarğacı qoşulub. Dəyişən cəryan dövrəsindən gedir söhbət. Tam müqavimət işarə olunur Z tərəfindən və nəyə bərabərdir? Aktiv müqavimətin müqaviməti R, kondensatorda XC, sarğacısı XL-dir. Bərabərdir nəyə? Kök altında R kvadrat üstə gəlinsin XL çıxılsın XC-nin kvadratına. XC-nin mötərizə, yəni A kvadrat üstə gəl B kvadrat kimi nəzərdə tutursunuz. Daha soruşur, gərginliyi tapmaq istəsək, gəlin birinci qrafikimizi çəkək. Deməli, bu uşaqlar U, R, M nə deməkdir? Yəni, aktiv müqavimət qoşulmuş dövrədəki gərginlik. Bura U, L, M, yəni sarğacı qoşulmuş gərginlik. Bura isə yazırıq U, L, C, kondensatorda qoşulmuş gərginlik. Gördüyümüz kimi bunlar U, L, M ilə U, L, C bir-birlərindən fazlaca fərqlənirlər. Yəni, bir-birlərinin əksinədirlər. Çünki biri pi bölgü qədər geridə idi. Hansında kondensatorda. Amma sarğacısı pi bölgü qədər öndə idi. Aralarındakı faz fərqi olacaq 180 dərəcə. Ona görə ümumi gərginliyi burada tapas olsaq, bunlar arasındakı O ilə O arasındakı gərginlik yuxarıya doğru yönəlmiş olacaq. Və burada O RM qaldı. Bunlar arasındakı belə tam gərginlik də olacaq. O, M, ümumi gərginlik. Ümumi gərginlik də nəyə bərabər olacaq? Yəni yazaq. Ümumi gərginlik bərabərdir 90 dərəcədir. Yazırıq O, RM kvadrat. Yəni üstə gəlinsin O, L, M çıxılsın O, deməli CM. Burada səhv yazmışıq CM kvadratları. Aha. Deməli uşaqlar, tezliyin müəyyən bir qiymətində, tezliyin müəyyən bir dəyişimində, artımında XL ilə XC bir-birinə bərabər olur. XL ilə XC bir-birinə bərabər olarsa, tam müqavimətin düsturunda bunları çıxsaq, bu hissə gedir sıfıra. Yəni Z-nin qiyməti, Z-in qiyməti, tam müqavimətin qiyməti azalır və bərabər olur R-ə. Bu Z-nin minimal qiymətidir. Bu halda rezonans baş verir. Deməli, rezonans zamanı XL və XC bir-birinə bərabər olacaq, müqaviməti azalır və cəryan şiddəti kəskin artır. Bu bizə verəcək rezonans əyrisini. Və R-in qiyməti nə qədər kiçik olarsa, əyrimiz bir o qədər yüksəkdən olmuş olacaq. Baxın belə. Yəni, R nə qədər kiçik olarsa, I bir o qədər böyük olmuş olacaq. Buradakı, deməli, dövrənin məxsusi tezliyi, omegası və ya periodu uyğundur. Burada isə xarici dövrənin tezliyindən asılıq diaqram. Əgər bucağımız burada olarsa, biz kosinus fini, yəni güc əmsalını tapa bilərik. Kosinus fi nəyə bərabərdir? Bucağa bitişik katetin hipotenuza nisbəti, yəni U, R-in U, M-ə nisbəti bizə verəcək güc əmsalını.